Dərsimizin birinci hissəsi oldu giriş hissəm, ikinci hazırlayıcı hissəm, 3 əsas, 4 tamamlayıcı. Və biz bu dərsin hissələrində müəllim fəaliyyəti var və şagird fəaliyyəti var. Dərsin giriş hissəsi. Dərsin giriş hissəsinə 3-5 dəqiqə vaxt ayrılır. Ümumiyyətlə dərs özü biz bilirik ki, 40-45 dəqiqədən ibarətdir. Və dərsin giriş hissəsində nə edilir? Həyata keçiriləcək standartla əlaqədar informasiya təmizliyi və nəzəri bilgilərin verilməsidir və motivin formalaşdırılmasıdır dərsin giriş hissəsində. Müəllim fəaliyyəti nədən ibarətdir? Müəllim birinci dərsin məqsədin haqqında məlumat verir və yaxud da motivi formalaşdırılır. Qaydaları izah edir müəllim. Və motivasiya aid belə bir sual verə bilər ki, nümunə kimi deyək, sürət qabiliyyətidir. Tutalım ki, mövzusu sürət qabiliyyəti inkişaf etdirilməsidir və sürət qabiliyyəti aid belə bir sual verə bilər ki, ən sürətli uçan quş hansı quşdur? Şagirdə dərhal deyirlər, tutalım ki, qaranquş və yaxud da qartal və bu motivasiya sualıdır. Şagird fəaliyyətindən keçək. Şagird hərəkət və onları istifadəsini anlayır, dərsdə fəaliyyətin planlaşdırılır və dərsin giriş hissəsində salamlaşma olur, raport verilir giriş hissədə və şagird belə raport verir müəllimə, gəlir, sayırlar və axırıncı önə çıxır və müəllimə raport verir. Nümunə kimi deyək, deyir, sinifdə 25 şagird var, onun 20-si iştirak edir, 5-i iştirak etmir dərsdə. Və dediyimiz kimi, şagirdin fəaliyyəti burada nədən ibarətdir? Hərəkət və onları haqqında istifadəsini anlayır. Dərsdə fəaliyyətin planlaşdırır şagird. Bu şagirdin fəaliyyətidir bu hissə. Şagirdin fəaliyyətidir. Şagird fəaliyyəti və müəllim fəaliyyəti. Hazırlayıcı hissəyə keçək. Dərsin hazırlayıcı hissəsi 8-10 dəqiqədir. Orada nə edilir? Sıra inkişaf hərəkətlərdir, xüsusi hazırlayıcı hərəkətlərdir və şagirdlərin əsas hissəyə fiziki gücsüz icrasını hazırlaşdırır müəllim. Və diqqətin cəlb edici hərəkətlər də hazırlayıcı hissədə yerinə yetirilir. Diqqətin cəlb edici hərəkətləri. Müəllimin fəaliyyətinə baxaq. Müəllim nə edir? Hərəkətlərin icra ardıcıllığını müəyyən edir müəllim. Kim? Müəllim edir. Hərəkətləri nümayiş etdirir. Yadda saxlayın ki, dərsin hazırlayıcı hissəsində müəllim hərəkətləri nümayiş etdirir, şagird icra edir. Və müəllim sırada cərgədə irəliləməni təşkil edir. Kim? Müəllim edir. Bunlar hamısı müəllim edir. Müəllim fəaliyyətinə aiddir. Növbəti, şagird orqanizmin əsas hissəyə hazırlamasıdır, fiziki gücün hazırlamasıdır. Fiziki güc verir və əsas hissəyə hazırlamasıdır. Bu müəllimin fəaliyyətidir dərsin hazırlayıcı hissəsində. Dərsin hazırlayıcı hissəsi necə təşkil olunur? Birinci, sıra təlimi keçirilir, sağa dön, sola dön, sıra fəndləri yerinə yetirilir. Sonra müəllim deyir, zal boyunca irəli addımla marş. Ondan sonra yerişin növü müxtəlifliyi olur. Qaçışın növü müxtəlifliyi. İnkişaf hərəkətlər, seyrəlmə, sıxlaşma və sonra keçirsən dərsin xüsusi hərəkətlərinə, hazırlayıcı hərəkətlərinə, köməkçi hərəkətlər yerinə yetirilir. Şagirdin fəaliyyəti nədən ibarətdir? Dərsin hazırlayıcı hissəsində. Şagird sıra, inkişaf, hazırlayıcı hərəkətləri yerinə yetirir, icra edir. Amma hərəkət qabiliyyətləri sonra şagird hərəkət fəaliyyətinin qaydalar çərçivəsində qurur şagird.
Kim qurur? Şagird qurur. Deməli, şagirdlər hərəkətləri icra edirlər, müəllim isə nümayiş etdirir hərəkəti. Dərsin hazırlayıcı hissəsində. Dərsin əsas hissəsinə keçək. Dərsin əsas hissəsi 20-25 dəqiqədir və planlaşdırmada nəzərdə tutulmuş hər iki qabiliyyətin, sonra onun hansısa bir idman növünün texniki elementlərin öyrədilməsidir. Baxın, texniki elementlərin öyrədilməsidir, möhkəmləndirilməsidir və təkmilləşdirilməsidir. Və fiziki yükün zəruri rejimdə və miqdarının yerinə yetirilməsidir. Dərsin əsas hissəsində. Burada müəllim fəaliyyəti nədən ibarətdir? Müəllim fəaliyyəti. Müəllim hərəkətləri nümayiş etdirir. Dərsdə yarışacaq komandaları müəyyənləşdirir müəllim. Sonra dərsin məqsədinə müvafiq hərəkətləri, oyunları icrasını təşkil edir müəllim və fərdi qiymətləndirmə müəllim burada keçirdir. Fərdi qiymətləndirmə necə ola bilər? Nümunə kimi deyək. Deyək, sürət qabiliyyətidir və şagird 60 metrə normativ verir. 60 metrə normativ verən zamanı müəllim özündə fərdi qiymətləndirmə qeyd edir. Qiymətləri qeyd edir müəllim. Və nümunə kimi deyək, tutalım ki, bir şagird alır 55 bal, bir şagird alır 70 bal. Müəllim burada fərdi qiymətləndirməni elə bir ki, təşkil edir. Özündə qeydlər aparır. Bu olur fərdi qiymətləndirmə. Müəllim komandalara bölür. Estafet yarışı keçiriləcək ki, komandalara bölür müəllim və şagirdlər isə əməkdaşlıq edirlər və yarışırlar. Bu şagirdin fəaliyyətidir. Dərsin əsas hissəsində. Dərsin şagird fəaliyyətinə baxaq. Şagird fəaliyyəti nədən ibarətdir? Oyunlardır, hərəkət komplekslərinin yarış rejimində yerinə yetirir. Komandalı fəaliyyət zamanı əməkdaşlıq qurur şagird. Bu şagirdin fəaliyyətidir əsas hissədə. Nümunə kimi, bu şəkillərdə gördüyümüz kimi estafet yarışı keçirilir və yarışırlar şagirdlər və əməkdaşlıq edirlər, oyunlarda iştirak edirlər. Dərsin əsas hissəsində şagird fəaliyyətinə aiddir. Tamamlayıcı hissəyə keçək. Tamamlayıcı hissə 3-5 dəqiqədir və tamamlayıcı hissədə nə edilir? Orqanizmin funksional sistemlərinin dərsdə əvvəlki vəziyyətdən qaytarılmasıdır, bərpasıdır və tənəffüs hərəkətlərinin yerinə yetirilməsidir. Dərsin yekunlaşdırılması və qiymətləndirilməsidir. Müəllimin fəaliyyəti nədən ibarətdir? Müəllimin fəaliyyəti. Müəllim bərpedici hərəkətlərdən istifadəni təmin edir, qiymətləri elan edir müəllim və ev tapşırığı verir. Qiymətləri elan edir, ümumi müəllim siyahıda qiymətləri elan edir və ev tapşırığını verir müəllim. Bu, müəllimin fəaliyyətidir. Dərsin tamamlayıcı hissəsində. Şagirdin fəaliyyətinə baxaq. Şagirdin fəaliyyəti nədən ibarətdir? Orqanizmin bərpasına çalışır şagird, əzələlərini boşaldan və tənəffüs hərəkətlərini yerinə yetirir şagird və öz nəticəsini təhlil edir şagird. Bu, şagirdin fəaliyyətidir. Şagird fəaliyyətidir. Şagirdə aiddir. Deməli, beləliklə, fiziki tərbiyə dərsin 4 hissədən ibarət dedik. Birinci, giriş hissədir. İkinci, hazırlayıcı hissə. 3, əsas hissə. 4, tamamlayıcı hissə. Və burada da resurslar olur. Xüsusi resurslar və ümumi resurslar. Ümumi resurslar hansılardır? Sıra hərəkətləridir, umumçap hərəkətlərdir, bərpedici relaksiya hərəkətlərdir. Amma xüsusi hərəkətlər hansılardır? Hazırlayıcı, əsas hərəkətlər, köməkçi hərəkətlər ola bilər, xüsusiyə aid etmək olar.
Bunlar fiziki tərbiyyənin üsullarıdır. İndi növbəti mövzuya keçək, hərəkət qabiliyyətlərə. İndi keçək hərəkət qabiliyyətlərə. Ümumiyyətlə, bizdə 6 hərəkət qabiliyyəti var və 5 fiziki keyfiyyət var. 5 fiziki keyfiyyət. Hərəkət qabiliyyət nədir? Hərəkət qabiliyyət budur ki, hərəkət fəaliyyətinin icra keyfiyyətini müəyyənləşdirən insanın anadan gəlmə və ya həyatda qazanılmış motor funksiya psixofiziki bir xüsusiyyətdir. Və fiziki keyfiyyət var. Fiziki keyfiyyət isə bu bizə anadan gəlmə bir keyfiyyətdir. Fiziki keyfiyyət anadan gəlmədir, amma hərəkət qabiliyyət isə anadan gəlmə ola bilər və yaxud da sonra qazanılmış da ola bilər. Hərəkət qabiliyyət. Və hərəkət qabiliyyətin yaş prosesi başlayır elə bir ki, 6 yaşdan, 4 yaşdan inkişafı başlayır. 4 yaşdan belə deyək. 4 yaşdan ta 18 yaşa kimi. Bu hərəkət qabiliyyətləri inkişaf etdirə bilərik. Və 6 hərəkət qabiliyyətimiz var. Birinci qüvvə qabiliyyətidir. Qüvvə qabiliyyəti. 2 sürət qabiliyyətidir. 3 dözümlülük qabiliyyətidir. 4 çeviklikdir. 5 əyilgənlikdir. 6 sürət güc qabiliyyətidir. Və bu hərəkət qabiliyyətlərin içində ən vacibi qüvvə qabiliyyətidir. Qüvvə qabiliyyəti olmasa biz heç bir hərəkət yerinə yetirə bilmərik. Ən vacibi qüvvədir. Və fiziki hazırlıq da nə deməkdir? Fiziki hazırlıq isə bu hərəkət qabiliyyətlərin səviyyəsini təyin edən adlanır fiziki hazırlıq. Fiziki hazırlıq. Keçək birinci hərəkət qabiliyyətlərə. Bu hərəkət qabiliyyətlər və yaxud da adlanır tədris vahidləri. Birinci sürət qabiliyyətidir. Sürət qabiliyyəti nədir? Qısa vaxt ərzində, mümkün qədər qısa vaxt ərzində hərəkətin yerinə yetirilməsidir. Bu sürət qabiliyyətidir. Nümunə kimi deyək, A nöqtəsindən B nöqtəsinə tez bir zamanda sən mümkün qədər vaxt ərzində hərəkəti yerinə yetirməlisən. Qaçıb gəlməlisən. Və burada sıx əlaqəsi var, hansı yaş dövrüdür, hansı metodlardır, bunlara baxaq indi. Ümumiyyətlə 10-14 yaş arası daha yaxşı biz hərəkət qabiliyyətləri, sürət qabiliyyəti inkişaf etdirə bilərik. 10-14 yaş arası. Funksional sistemin hansı sıx əlaqəsi var? Əzələ, dayak hərəkət aparatı və mərkəzi sinir sisteminə sıx əlaqəsi var. Funksional sisteminə. Hansı hərəkət qabiliyyətlə sıx əlaqəsi var? Sürət güc, qüvvə, çeviklik, qabiliyyətlə sıx əlaqəsi var. Burada birdən deyirsiniz ki, dözümlülük qabiliyyətlə sıx əlaqəsi var. Xeyr. Sürət güc oldu. Qüvvə və çevikliklə sıx əlaqəsi var. Deməli, sürət qabiliyyətinin inkişafına yönəldilmiş hərəkətlərin sağlamlaşdırıcı təsiri aşağıdakı verildiyi kimidir. Baxın. Əzələlərin möhkəmləndirilməsidir. Artıq çəkinin azaldılır. Beynin gedən oksigen miqdarını artırır. Maddələr mübadiləsini sürətləndirir. Sümükləri möhkəmləndirir. Orqanizmin müqavimətini artırır. Ağciyər fəaliyyətini gücləndirir. Sürət qabiliyyəti. Və imtahanda 2 il müddətində bu əsas amillərdən, təzahür amillərdən imtahanda suallar düşür. Bu təzahür amilləri mütləq yadda saxlayın, çünki imtahanda da bunlardan olur. İndi yalnız hansı bu təzahür amillərdən sürətlə və sürət güclə təzahür amilləri eynidir. Və yalnız sürət və sürət gücə aid olanlar hansıdır? Baxın, sinir sistemi və sinir əzələ aparatının vəziyyəti. Yalnız sinir sistemi gördüsə və sinir əzələ aparatı gördüsə, avtomatik ya bu sürətdir və yaxud da sürət güc götürür.
2. Əzələlərin reaktivliyi və elastikliyi. Əzələlərin reaktivliyi və elastikliyi varsa sürətdir və yaxud da sürət gücdür. Amma xüsusiyyətlər sözü olsa, o zaman qüvvə qabiliyyətidir. 3. Əzələ qüvvəsi. Əzələ qüvvəsi də yalnız buradadır. Sürət və sürət güc qabiliyyətində. Digər hər iki qabiliyyətlərdə əzələ qüvvəsi yoxdur. Bunu qüvvə ilə çaşdırmayın. Oynaqların mütərrikliyi yalnız sürət və sürət gücdədir. Əzələlərin gərgin vəziyyətdən boşalma qabiliyyətindən keçmək bacarığı. Belə kimi, nümunə kimi deyim sizə. Start vəziyyətində sprinter durur, gərginləşir və start verilir və sprinter qaçır. O finish xəttini keçəndən sonra elə bir ki, rahatlayır. Bu aid olur, deməli, əzələlərin gərginlikdən boşalma keçmə bacarığıdır. Bunu belə yadda saxlayın, ipucu kimi. Hərəkətlərin icra texnikası. İcra texnikası, nümunə kimi deyək. Yadronu itələyir. Yadronun texnikası var. Bu, sən düzgün bunu tutmalısan ki, itələyə biləsən. Əgər sən yadronu belə tutsan, onda bu nə olur? Atma olur. Amma bunun texnikası, düzgün texnikası ilə yerinə yetirilməlidir. Hərəkətin icra texnikası. Anaerob enerji mənbələri. Anaerob enerji. Anaerob deyəndə biz bilirik ki, anaerob var və aerob rejim var. Aerob rejim budur ki, oksigenlidir. Anaerob oksigensizdir. Oksigensiz anaerob sözü gördünüzsə imtahanda, bu avtomatik aiddir ya sürətə və yaxud da sürət güc qabiliyyətinin təzahürü amilidir. Anaerob sözü gördünüzsə. Digər dözümlükdə belə gedir ki, aerob səmərəliliyi. Aerob səmərəliliyi gedirsə, anaerob səmərəliliyi. O demək ki, anaerobdan keçir aeroba. Keçişin deyir. Növbəti, əzələ liftlərinin xüsusiyyəti. Sürətli liftlərin miqdarı. Sürətli gördünüzsə, avtomatik onun gibi siz götürürsünüz sürət və yaxud da sürət güc qabiliyyəti. Və digər hər iki qabiliyyətlərlə sıx əlaqəsini desə, ola bilər, nümunə kimi deyək, sürət qabiliyyətində biz bilirik ki, sıx əlaqəsi var. Sürət güclə, qüvvə ilə və çevikliklə. Amma sürət gücün sıx əlaqəsi var. Sürətlə və qüvvə ilə sıx əlaqəsi var. Sürət qabiliyyətin 3 komponenti var. 3 komponenti var. Bunlar hansıdır? Hərəkətin reaksiya tezliyi, hərəkətin icra tezliyi və maksimal qaçış sürəti. Maksimal qaçış sürəti. Birinci komponent hərəkətin reaksiya tezliyinə baxaq. Hərəkətin reaksiya tezliyi budur ki, siqnal gözləyirsə, siqnal verilsin və beyinə reaksiya gəlir. Və sən o reaksiya verib və keçirsən hərəkətə. Siqnala cavab verib keçirsən hərəkətə. Və hərəkətin reaksiya tezliyi 2 ilə bölünür. Hansılardır? Sadə və mürəkkəb. Sadə nədir? Sadə reaksiya əvvəlcədən gözlənən siqnala və ya komanda müəyyən hərəkətin icrasının cavabıdır. Nümunə kimi deyək, tutalım ki, sən aşağı startdan durursan və gözləyirsən. Müəllim fit verəcək, sən tez keçirsən hərəkətə. Bu sadədir. Sadədir. Amma mürəkkəb nədir? Mürəkkəb seçim etməyə və hərəkət edən obyektə cavab verməkdir. Sadəyə aid olan hərəkətlər hansılardır? Baxın, oturaraq dayaqdan startlardır, oturmuş vəziyyətdən startlardır, uzanmış vəziyyətdən startlardır, kürək hərəkət istiqamətdən startlardır. Startlar sözü gördünüzsə, bu avtomatik sadədir. Sadəyə aid etmək olur. Startlar sözü. Ki, marş, start sözü varsa, sadədir. Sadəyə aiddir. Mürəkkəbə keçək. Mürəkkəb reaksiya.
Dəyişən şəraitə qərar vermədir. Dəyişən şəraitə qərar vermədir. Bu ola bilər, nümunə kimi deyək, badminton oynanılır və valan gəlir, sən qaytarırsan bunu. Və yaxud da tenis oynayırsan, tenis topu gəlir, qaytarırsan. Bu nədir hamısı? Bu mürəkkəb reaksiyadır. Və yaxud da futbolçu topu tutur. Bu nədir? Bu mürəkkəbdir. Mürəkkəbə aiddir. İkinci komponent hərəkətin icra tezliyi. Tək hərəkətin icra tezliyi deyilir və yaxud da. Hərəkətin icra tezliyi nədir? Hərəkətin icra tezliyi budur ki, bir vaxt vahidi ərzində təkrarlanan hərəkətlərdir. Bir vaxt vahidi ərzində. Nümunə kimi deyək, bu hərəkətlər bunlardır. Əllər dayaqda yerində qaçışdır. Çünki təkrarlanır. Əgər təkrarlanma varsa, bu hərəkət tezliyidir. Əllər dayaqda olmaqla müəyyən vaxt ərzində yerində qaçışdır. Nişanlanmış yolda tək ayaq üzərində sağ və sol hər nişana toxunmaqla qaçışdır. Divarda 10-15 metr aralıda duraraq vaxt vahidində ayaqları ucu ilə bir nöqtəyə toxunmaqdır. Sonra, nişanlar arasında məsafəni dəyişməklə qaçışlardır. Əgər nişanlanmış bir nəsə qoyulubsa və onları siz toxunaraq qaçırsınızsa, təkrar edilirsə, bu nədir? Bu hərəkət tezliyidir. Hərəkət tezliyinə aiddir. Üçüncü komponent maksimal sürətdir. Maksimal sürətdir. Maksimal sürət. Maksimal sürət nədir? Maksimal sürət budur ki, daha tez bir zamanda məsafəni qət etməkdir. Və məsafənin qət edilməsidir. Maksimal sürətə aid olan hərəkətlərə baxaq. Məsafə güzəştliklə startlardır, 30 metrə. Maili qaçış yolunda sürətlənmələrdir. Baxın, maili qaçış yolunda startlar və sürətləmələr olsa, aiddir maksimal qaçışa. Amma maili yolda startlar olsa, bu onda hərəkət reaksiya tezliyidir. Qısa məsafəli estafetlərdir. 20-30 metr məsafə qaçışmaqla maksimal qaçışlardır, 20-30 metr məsafə maksimal sürətlə qaçışlardır. Daha sürətli yoldaşlarla qoşquda qaçışdır. İstiqaməti dəyişməklə, sürətli istiqaməti dəyişməklə qaçışlardır. Baxın, sürətli istiqaməti dəyişməklə qaçışlar varsa, bu aiddir bizə maksimal sürətə. Və burada sonra növbəti sürət məşqlərinin qızıl qaydaları hansıdır? Maksimal tezlikdir. Maksimal tezlikdir. Sonra qısa məsafədir. Qısa məsafədir. Tam bərpadır və düzgün texnikadır. Düzgün texnika. İndi növbəti hərəkət qabiliyyətə keçək. Bu növbəti hərəkət qabiliyyətə keçməmişdən bunu deyim sizə. Elə bir sual ola bilər ki, bir ayaq üzrə 15-20 metrə qaçış vaxtda. Bunda aiddir maksimal sürətə. Amma desə, bir ayaq üzrə 15-20 metr qaçış nişanlanmış yolla toxunmaqla qaçış. Bunda hərəkətin tək icra tezliyidir. Amma sual düşsə ki, bir ayaq üzrə 15-20 metr qaçış sadəcə olaraq. Bunda sürət güc qabiliyyətidir. Sürət gücə aiddir. İndi sürət güc qabiliyyətdən keçək. Sürət güc nədir? Qısa vaxt ərzində maksimum qüvvə təzahür etdirmək bir qabiliyyətdir. Sürət güc qabiliyyəti. Və sürət güc qabiliyyətində qüvvənin hansı növü istifadə olunur? Partlayış qüvvəsi. Baxın, partlayış qüvvəsi. Partlayış qüvvəsi nədir? Maksimum qüvvə təzahür etdirməkdir. Partlayış qüvvəsi adlanır. Və sıx əlaqəsi var. Hansı hərəkət qabiliyyətindən? Sürətlə və qüvvə ilə.
Hansı yaş dövrünə daha yaxşı inkişaf etdirmək olur? 12-15 yaş arasında intensiv. Funksional stimulasiya sıx əlaqəsi var. Dayak hərəkət aparatı ilə, ürək damar sistemi ilə sıx əlaqəsi var. Sıx əlaqəsi var. İnkişaf metodları dairəvidir, təkrardır, təkrar serial və burada əlavə etmək olar yarış metodda. Üstə gələ yarış. Yarış metodu ilə necə inkişaf etdirə bilərik? Sizə deyim bunu. Nümunə kimi deyək, estafet yarışı keçirdirsə, atmalarla estafet yarışı keçirdirsə, hansı şagird daha uzaq bir məsafəyə deyək, tipli topun atılmasıdır, doldurmuş topları atır, hansı bir topları uzaq bir məsafəyə atır və komanda qalib gələcək. Bu yarış metodu ola bilər. Və dediyim kimi, sürət gücdə və sürət qabiliyyətində təzahür amilləri eynidir. Sinir sistemi və sinir əzələ aparatının vəziyyətidir. Oynaqların mütəhərrikliyidir. Əzələ reaktivliyidir. Əzələ reaktivliyidir. Texnika burada hərəkətin icra səmərəliyidir. Enerji mənbələrin əzələlərin anaerob şəraitində təqəllisidir. Əzələ lifləridir. Əzələ liflər sürətli əzələ liflərin miqdarıdır. Gərgin vəziyyətdən boşalma qabiliyyətindən keçmək bir vəziyyətdir. Sonra əzələ qüvvəsi və digər hərəkət qabiliyyətinin sıx əlaqəsi var. Bunun iki tərkib komponenti var. Sürətli qüvvə və sürət. Ümumtəhsil müəssisələrində biz sürət güc qabiliyyəti iki istiqamət üzrə inkişaf etdirə bilərik. Yuxarı ətraflar və aşağı ətraflar. Yuxarı ətraflarda atmalardır, aşağı ətraflarda tullanmalardır. Nümunə kimi deyək, atmalardan deyək, oturmuş vəziyyətdən basketbol topunun atılmasıdır və yaxud da duruş vəziyyətdən basketbol topun baş arxasından uzaq bir məsafə atılmasıdır. Oturaraq topun atılmasıdır. Tenis topun atılmasıdır. Bunlar hamısı yuxarı ətrafları inkişaf etdirir. Nizə atılmasıdır, lövhə atılmasıdır, müxtəlif çəkili topların uzağa atılmasıdır. Bu hərəkətlər hamısı inkişaf etdirir bizdə sürət güc qabiliyyətini, yuxarı ətraflarının sürət güc qabiliyyətini inkişaf etdirir. Tullanaraq başla futbol topunu vurmaq aiddir sürət güc qabiliyyətə. Qumbaranın atılması sürət güc qabiliyyətə aiddir. Topun yerindən və ya qaçaraq uzağa atılmasıdır sürət güc qabiliyyətidir. Dediyimiz kimi nizə atmadır, disk atmadır, yadro itələmədir, təkiz atmadır. Bunlar hamısı aiddir bizə sürət güc qabiliyyətini inkişaf etdirir. Sürət gücü. Aşağı tərəflərin sürət güc qabiliyyətini necə inkişaf etdirə bilərik? Əsasən tullanmalarla. Tullanmalar da iki yerə bölünür. Üfüqi və şaquli tullanmalar. Üfüqi tullanmalar uzunma tullanmadır, üstəkan tullanmadır. Şaquli tullanmalar isə hündüryə tullanma və şüvəllə tullanmadır. Və biz ümumtəhsil müəssisələrində yerin uzun tullanmanı da götürürük diaqnostik qiymətləndirmə kimi. Yerin uzun tullanma amma atletikada məşq üçün istifadə olunur. Məşq üçün istifadə edilir. İndi hərəkətlərə baxaq. Deməli, sürət güc qabiliyyəti hansı hərəkətlərini inkişaf etdirmək olar? Tək ayaq üzərində 15-20 metrə qaçış. Və ya dediyim kimi, sadəcə olaraq tək ayaq üzərində 15-20 metrə qaçış olsa, onda bu aiddir sürət gücə. Amma əlavə burada desə ki, vaxta qaçış, vaxta olsa, o zaman biz maksimal sürəti götürürük. Amma desək ki, nişanlanmış yollarda tək ayaq üzərində 15-20 metr qaçış, nişanlanmış yollar toxunmaqla qaçış,
Onda bu olacaq tək hərəkətin icra tezliyi. Gimnastik ip ilə sırayiş hərəkətlər. Gimnastik ip ilə sırayiş hərəkətlər gördünüzsə, yalnız bu aiddir bizə sürət güc qabiliyyətində. Amma gimnastik ipi ilə desə ki, uzun müddətli tullanmalar onda dözümlülük qabiliyyətinə aid olur. Sonra tək və ya cüt ayaqlarla müxtəlif maneələr üzərində sırayışla keçərək müəyyən məsafənin qət etməsi. Əgər sən tək və cüt ayaqlarla müxtəlif maneələr deyil, müxtəlif maneə bir ola bilər 50 sm, biri ola bilər 30 sm. Çünki ölçmə var. Sürət güc qabiliyyətini yadda saxlayın ki, ölçmə vahidi varsa santimetr, metr, əsasən bu ipucu kimi yadda saxlayın. Nümunə kimi deyək, yerinin sonra tullanmada görürsünüz santimetrdir. Deyək, tək ayaq üzərindən 15-20 metr qaçış. Bu ola bilər, sən bunu belə deyək, 10 sm-da addım ata bilərsən, 20 sm-da addım ata bilərsən, tək ayaq üzərindən. Çünki burada məsafə var da. Nizə atılmasıdır. Nizə atılmada da məsafə var. Neçə metr atırsan. Santimetr, metr sözü ölçmə vahidi mümkündürsə, bu əsasən siz götürürsünüz bunu sürət güc qabiliyyəti. Belə yadda saxlayın, heç olmaya bunu belə sürət güclə qüvvəni belə fərqləndirə bilərsiniz. Qüvvədə heç bir santimetr, metr yoxdur. Deyirik ki, dayaqlı tullanmada inkişaf etdirir qüvvə qabiliyyəti. Niyə görə? Çünki qüvvədə o dayaqlı tullanmada hansı ölçmə vahidi var? Santimetr, metr yoxdur axı. Amma sürət gücdə isə santimetr, metr var. Amma qüvvədə yoxdur. Onun üçün belə yadda saxlayın bunu. Sonra hündürdən tullanıb dərhal hündürlüyə və uzunluğa tullanma. Bu da aiddir sürət güc qabiliyyətinə. Müxtəlif istiqamətlər çoxsaylı sırayışlar. Görürsünüz, müxtəlif istiqamətlərə deyil, çoxsaylı. Çünki məsafələr fərqlidir. Yəni məsafələr fərqlidirsə, sürət güc qabiliyyəti inkişaf etdirir. Müxtəlif istiqamətlərdə dairədən dairəyə tullanmalar. Burada da həmçinin bir dairə ola bilər 1 metr məsafədə aralı, bir dairə ola bilər metrə yarım, bir dairə ola bilər 50 sm aralı ola bilər. Çünki müxtəlif sözü var. Müxtəlif. Sonra yerindən kiçik qaçışda uzunluğa maneələr üzərindən tullanmalar. Uzunluğa maneələr üzərindən tullanma və yaxud da oturuşda irəliləyən çoxsaylı tullanmalar. Çoxsaylı. Görürsünüz, bu da məsafələr fərqlidir. Fərqlidir. Müxtəlif istiqamətlər çoxsaylı sırayışlardır. Sonra şüvüllə tullanmadır, şüvüllə tullanma. Sırayışlar təkrar sırayışa daxil edilmiş oyun və estafetlərdir. Estafetlərdir. Bu aiddir bunlar hamısı bizə deməli sürət güc qabiliyyətinə. İndi növbəti ərgənlik qabiliyyətinə keçək. Ərgənlik qabiliyyəti nədir? Ərgənlik qabiliyyəti budur ki, hərəkət aparatının funksional xüsusiyyəti olur və hərəkətlərin mümkün olan geniş amplitudla yerinə yetirilməsidir. Yerinə yetirilməsi bir qabiliyyətdir. Və amplituda nədir? Amplituda tarazlıq vəziyyətinin uzaqlaşan nöqtələr arasındakı olan məsafədir. Və son həddir. Son həddidir. Bədən əyilmə qabiliyyətinin kifayət qədər olmaması hərəkətin koordinasiya çətinləşdirir. Koordinasiyasının bədən yeri dəyişməsi sərbəstliyini azaldır. Sərbəstliyini azaldır. Gözür istəyirəm. Bədən əyilmə qabiliyyətini 6-11 yaş arası daha yaxşı inkişaf etdirə bilərik. 6-11 yaş arası. Və bədən əyilmə qabiliyyətinin sıx əlaqəsi var dözümlülük qabiliyyətinə və çevrilişlik qabiliyyəti ilə. Sıx əlaqəsi var. Hansı funksional sistemin əlaqəsi var? Əzələ bağı aparatı ilə oynaqlardır, mərkəzi sinir sistemidir, sıx əlaqəsi var. Metodlarına hansıdan inkişaf etdirmək olar? Təkrar seriyalı və fasiləli metodlar. Fasiləli. Burada əlavə etmək olar, bir də dairəvi metod. Burada gələk dairəvi metod. Dairəvi.
dairəvi metodla əlavə etmək olar. Ərgənlik qabiliyyətinin hansı faktorlar təsir göstərir ərgənlik qabiliyyətində? Yaş faktoru var, sonra genetika var, psixoloji amillər var. Psixoloji amillər var. Yaş faktorlar deyəndə tutalım ki, 6-11 yaşındakı şagirdlərdə daha yaxşı inkişaf gedir, nəinki orta və kiçik yaşlı, orta yaşlı insanlarda. Və qızlarda ərgənlik qabiliyyəti oğlanlardan 20-30% çoxdur. Genetika dayaq hərəkət aparatından anadan gəlmə xüsusiyyəti ilə bağlıdır birbaşa. Və psixoloji amillər emosionallıqdır, motivasiyadır. Bunlar hamısı təsir göstərir bizə ərgənlik qabiliyyətinin inkişafında. Günün vaxtından asılıdır. Günün vaxtından. Adətən gün səhər vaxtı ərgənlik qabiliyyəti azdır, nəinki axşam. Axşam daha çoxdur. Deməli, ərgənlik qabiliyyəti. Havanın temperaturundan, axşam saat isti havaları daha yaxşı biz ərgənlik qabiliyyəti inkişaf etdirə bilərik. Və qızışdırıcı hərəkətlərdir. Qızışdırıcı hərəkətlər. İntəzarı amillərinə baxaq, bədən əlimə qabiliyyət təzahür amilləri. Birinci, əzələyən boşalma qabiliyyətidir. Baxın, əzələyən boşalma qabiliyyəti varsa, yalnız aiddir bədən əlimə qabiliyyətinə. Qızışdırıcı hərəkətlərin kifayət qədər icra olunmaması. Günün vaxtıdır. Cinsi mənsubiyyətdir. Dayaq hərəkət aparatının genetik xüsusiyyətidir. Bağların elastikliyi və əzələ tonusudur. Və ətraf mühitin hərarətidir. Və bunun iki tərkib komponenti var. Oynaqların mütəhərrikliyidir. Əzələ bağı aparatının elastikliyidir. Və fiziki tərbiyə prosesində ümumi və xüsusi əyilmə qabiliyyəti belə bir anlayış var. Ümumi ərgənlik deyəndə nə başa düşürük? Ümumi ərgənlik budur ki, dayaq hərəkət aparatının nisbətən iri oynaqların maksimal amplitudası ilə müəyyənləşdirilir. Amma xüsusi isə nədir? Xüsusi hər hansı bir hərəkət fəaliyyətinin icrası üsullarına müvafiq amplitudanın yerinə yetirilməsidir. Hansı bir? Və bunun 4 qrupa bölmək olar bəqi. Statik hərəkətlər, dinamik hərəkətlər, fəal hərəkətlər və qeyri-fəal hərəkətlər. Statik hərəkətlərə baxaq. Statik hərəkət budur ki, sən hərəkəti edirsən, sabit, hərəkətsiz qalırsan. Bu statikdir. Və 6-10 saniyə ərzində statik vəziyyətdə qalmaqdır. Dinamik hərəkət budur ki, hərəkətdə bədənin müxtəlifliyi, oynaqlar belə bir ki, dinamik hərəkət budur ki, sən hərəkət olan zamanla hərəkət edirsən. Fəal ərgənlik nədir? Fəal ərgənlik budur ki, şagird hərəkəti özü yerinə yetirir, heç kimin köməyi olmadan. Qeyri-fəal ərgənlik isə kənar təsiri altında. Tutalım ki, körpü vəziyyəti şagird durur və körpü vəziyyəti kiminsə köməyinə edir. Və yaxud da divarın köməyinə körpü vəziyyəti durur. Bu qeyri-fəal ərgənlikdir. Və qeyri-fəal ərgənlik ərgənlik qabiliyyəti fəal ərgənlikdən daha yaxşıdır. Daha çoxdur qeyri-fəal ərgənlik. Və orqanizm funksional vəziyyəti ilə təsir göstərir. Hansı funksional vəziyyət təsir göstərir? Fəal ərgənlik və qeyri-fəal ərgənlik. Fəal ərgənlik azalır, qeyri-fəal ərgənlik artır. Bu hansıdır? Bu yorğunluqdur. Dinamik də bölünür fəal və qeyri-fəala. Dinamik fəal hərəkət və dinamik qeyri-fəal hərəkət. Dinamik fəal hərəkət budur ki, şagird nümunə ki, maliyyələşmə edir. Heç kimin köməyi olmadan hərəkətdədir, maliyyələşmə edir. Dinamik fəal, qeyri-fəal hərəkət hansılardır? Şagird salto gedir. Kimin köməyinə? Müəllimin köməyinə saltonu icra edir. Kimisə köməyin yerinə yetirir, amma hərəkətdə olan zamanı.
Statik fəal hərəkət budur ki, şagird körpü vəziyyətdə durur, 6-10 saniyə özünü saxlayır. Bu statik fəal hərəkətdir. Statik qeyri-fəal hərəkət budur ki, şagird önə əyilir və müəllim də onun belindən tutub saxlayır 6-10 saniyə ərzində. Hərəkətsizdir. Və qarışıq hərəkətlər var. Qarışıq hərəkətlər hansılardır? Deməli, şagird yellənir turnikdə. Bu dinamikdir. Sonra saxlayır özünü. 6-10 saniyə ərzində saxlayır. Bu isə nədir? Statikdir. İkisi bir arada olur qarışıq hərəkətlər. Və əyilmə qabiliyyətinin hansı hərəkətlərini inkişaf etdirmək olar? Fırlanma hərəkətlərdir, dönmə hərəkətlərdir, olaylandırma və yellənmə hərəkətlərdir, ətrafların geniş amplituda yellənmə hərəkətlərdir, körpü vəziyyətidir, qolların dairəvi hərəkətidir, kürək üstü uzanmış vəziyyətdə ayaqların baş arxasına yerə toxundurulmasıdır, kürək üstü uzanmış vəziyyətdən qalxaraq əllər pəncərələrə çatdırılmasıdır, kürək üstü uzanmış vəziyyətdən ayaqların sağa və sola aparılmasıdır, əsas duruşdan qolların irəliyə aşağı və ya yuxarı yelləndirilməsi. Bunlar hamısı bədən əyilmə qabiliyyətinin hərəkətləridir. Turnikdə sallanmadır, bədən əyilmə qabiliyyətini inkişaf etdirir. Dartma hərəkətlərdir, bədən əyilmə qabiliyyəti. Əgər dartma varsa, o zaman bu bədən əyilmə qabiliyyətinə aiddir. İndi keçək qüvvə qabiliyyətinə. Qüvvə nədir? Qüvvə qabiliyyəti əzələ yığılmasının hesabına xarici müqaviməti dəf edilməsidir və ona qarşı dayanmaq qabiliyyətidir. Və deyə bilərsiniz ki, bəs güc nədir? Güc isə sürətli yerinə yetirilməsidir. Sürətli yerinə yetirilməsidir müqaviməti. Əgər sən xarici müqaviməti dəf edirsənsə, bu qüvvə qabiliyyətidir, amma sürət varsa, tezlik varsa, bu gücdür. Və hansı yaş dövründə daha yaxşı inkişaf etdirmək olar? 12-18 yaş arası daha yaxşı inkişaf etdirmək olur. Sıx əlaqəsi var bunun qüvvə qabiliyyətinin sürət güclə və sürət güc qabiliyyətinin sıx əlaqəsi var. Hansı funksional sisteminə sıx əlaqəsi var? Ürək damar sistemi, dairə hərəkət aparatı sıx əlaqəsi var və əzələ sistemi ilə. İnkişaf metodlarına baxaq. İmtinaya qədər piramida, dairəvi və zərbə metodları inkişaf etdirmək olur. Və bunun belə bir növləri var. Partlayış qüvvəsi, təkan qüvvəsi, zərbə qüvvəsi, ləng qüvvə. Partlayış qüvvə nədir? Qısa vaxt ərzində maksimum qüvvə göstərməkdir. Partlayış qüvvəsi və bu partlayış qüvvəsi də sürət güc qabiliyyətində var. Təkan qüvvəsinə baxaq. Təkan qüvvəsinə maksimal qüvvə sərf edərək möhkəm itələmə və itələnmə var. Zərbə nədir? Maksimal qüvvə sərf edərək kəskin zərbə endirməkdir. Amma ləng qüvvə nədir? Ləng qüvvə nisbətən yavaş hərəkətlərin qüvvə sərf etməkdir. Nisbətən yavaş hərəkətlər edirsən, qüvvə sərf edirsən. Və qüvvə dözümlüyünə bax. Qüvvə dözümlüyü uzun müddətdə əzələlərin gərgin vəziyyətdə saxlanılmasıdır. Qüvvə dözümlüyüdür. Və qüvvə dözümlüyü də iki yerə bölünür. Statik və dinamik olur. Əgər sən tutalım ki, ştanqanı tutub saxlayırsan və yaxud da tutub saxladın, bu nədir? Statikdir. Ştanqa, qanteli tutub saxladınsa statikdir. O zaman əzələ də olur antagonist və sinirqis əzələlər. Antagonist əzələlər gedib gələn əzələlərdir. Antagonist əzələlər. Amma sinirqis əzələlər isə bir tərəfli işləyir. Tutalım ki, qanteli tutub saxlayırsansa, bu sinirqis əzələləri inkişaf etdirirsən. Antagonist əzələlər, qantellərlə sən hərəkət edirsənsə, bu antagonist əzələlərdir. Dediyimiz kimi, dinamik qüvvə dözümlüyü nədir? Tutalım ki, turnikdə dartmalar. Bu dinamikadır, hərəkətdir. Kəndirə dırmanma dinamikadır, hərəkətdir. Amma sən planka durursan
və yaxud da qanteli tutub saxlayırsa, saxlama varsa, bu statikdir. Statikdir. Və bunun qüvvənin bir növləri də var. Maksimal qüvvə. Əlavə, maksimal qüvvə də 2 yerə bölünür. Mütləq və nisbi qüvvə. Mütləq qüvvə nədir? Mütləq qüvvə öz bədən çəkisinə asılı olmayaraq şagirdin dəf etdiyi xarici müqaviməti dəf edilməsi, maksimal çəkisinin dəf edilməsidir. Tutalım ki, şagirdin çəkisi 50 kq-dır, biz ona verir ştanga 80 kq. Öz çəkisinə asılı olmayaraq bu hərəkəti müqaviməti dəf edilməsidir. Bu maksimal qüvvənin dəf edilməsidir. Amma nisbi qüvvə budur ki, şagird öz çəkisinə uyğun, nisbətən öz çəkisinə uyğun 1 kq artıq ola bilər, yerinə yetirilməsidir hərəkətlər. Turnikdə baxın dartma. Turnikdə sadəcə olaraq dartılırsa, bu nisbi qüvvədir. Amma ştang ilə deyək qantel ayaqlarına asıq və onda dartılırsa, bu mütləq qüvvədir. Və amillərinə baxaq. Qüvvə qabiliyyətinin təzahür amilləri. Maddələr mübadiləsi və enerji mənbələri. Maddələr mübadiləsi gördünüzsə, avtomatik bunu götürürsünüz siz qüvvə qabiliyyətini. Hərəkətlərin səmərəliliyi qüvvə qabiliyyətidir. Sinir impulsların güc və tezliyidir. Sinir impulsları varsa avtomatik bu nədir? Qüvvə qabiliyyəti. Antagonist və sinirqis əzələlərin koordinasiyası. Dediyim kimi, antagonist gedib gələn əzələlərdir. Sinirqis əzələlər bir tərəfli işləyən əzələlərdir. Əzələnin enkəsidir. Əzəl liflərin xüsusiyyətidir. Amma əzəl liflərin xüsusiyyəti və sürətli əzəl liflərin xüsusiyyəti varsa, onda bu sürət güc olur. Sadəcə olaraq əzəl liflərin xüsusiyyəti varsa, o zaman bu aiddir qüvvə qabiliyyətinə. Əzələlərin reaktivliyi və sinirqis əzələlərin optimal əlaqəsidir. Və izometrik hərəkətlər hansıdır? Statik hərəkətlərdir, izometrik və nümunə kimi deyək, izometrik hərəkət 6-7 saniyə ərzində yerinə yetirilən hərəkətlərdir. Ümumi müəssisələrində biz qüvvə qabiliyyətini 4 istiqamət üzrə inkişaf etdiririk. Yuxarı ətrafların qüvvə qabiliyyətini inkişaf etdiririk, ön ətrafların qüvvə qabiliyyətini inkişaf etdiririk, arxa ətrafların qüvvə qabiliyyətini inkişaf etdiririk, aşağı ətrafların qüvvə qabiliyyətini inkişaf etdiririk. Yuxarı ətrafların qüvvə qabiliyyətini necə inkişaf etdirə bilərik? Deməli, turnikdə dartmalardır, qızlar alçaq turnikdə sallanmış vəziyyətdə dartılmasıdır, oğlanlar əllər dayıqda qolların büküb açılmasıdır, sonra qızlar əllər skamiyada qolların büküb açılmasıdır. Kəndirə dırmanma, ayağın köməksiz, ayaqsız kəndirə dırmanmadır. Paralel qolda hərəkətdir, qüvvəni inkişaf etdirir. Əllər deyək, divarda qolların büküb açılması bu yuxarı ətrafların qüvvə qabiliyyətini inkişaf etdirir. Aşağı ətrafların qüvvə qabiliyyətini necə inkişaf etdirə bilərik? Oturuşda qurbağavari hoppanaraq irəliləmədir. Sonra əllər deyək, dayaqda bir ayaq oturub qalxmalardır, ümumi oturub qalxmalardır. Gimnastika skamyasından sağa sola tullanmalardır. Yarım oturuşda irəliləmədir, qaz yerişi loru dildə deyilir. Bunlar hamısı aşağı ətrafların qüvvə qabiliyyətini inkişaf etdirir. Bədən ön ətrafların qüvvə qabiliyyətini necə inkişaf etdirə bilərik? Pres hərəkətdir və yaxud da ayaqların arasına topu qoyur, qaldırır, salır ayağın, planka durur, ön ətraflarını inkişaf etdirir, planka durur. Arxa ətraflarını necə inkişaf etdirmək olar? Deməli, turnikdə sallanır, başın tutalım ki, turnikin qarşısına edir və dartınır. Arxa ətraflarını inkişaf etdirir. Və yaxud da ağzı aşağı uzanır, başın yuxarı aşağı aparır, gətirir. Arxa ətrafların qüvvə qabiliyyətini inkişaf etdirir. Arxaya aiddir. İzometrik hərəkətlər dediyi statik hərəkətlərdə 6-7 saniyə ərzində yerinə yetirilən hərəkətlərdir. 6-7 saniyə. Və dediyimiz kimi, qüvvə bazadır, ən vacibi insana qüvvə qabiliyyəti lazımdır. Tevkili qabiliyyətdən keçək. Tevkili nədir?
Sevişi mürəkkəb hər iki fəaliyyətin optimal idarə etmək və tənzimləmək bir qabiliyyətdir. Daha doğrusu, başqa sözlə desək ki, hərəkəti tez və asan mənimsəməkdir və optimal həll variantının tapılmasıdır. Sevişi qabiliyyətini biz 7-13 yaş arası daha yaxşı intensiv inkişaf etdirə bilərik və hansı hər iki qabiliyyətlə sıx əlaqəsi var? Sürət, sürətgüc, ərgənliklə sıx əlaqəsi var. Funksiyanal sisteminə baxaq. Mərkəzi sinir sistemi, əzələ sistemi ilə sıx əlaqəsi var. İnkişaf metodları təkrar serialıdır, oyundur, yarışdır, dəyişkən metoddur. Bu metodlarla inkişaf etdirə bilərik. Yarış metodu biz bilirik ki, nədir? Yarış metodu budur ki, şagirdlər hərəkətləri yüksək intensivlikdə, yarış şəraitinə uyğun bu metodlarla yerinə yetirirlər. Dəyişkən metodu budur ki, metod deyəndə biz bilirik ki, metod üsul deməkdir. Dəyişkən tempini, ritmini azaldıb çoxalmaqdır. Oyun metodu budur ki, yeniyetmələrin hazırlaşmasıdır. Təkrar metodu isə çoxsaylı hərəkətlərin yerinə yetirilməsidir. Tutalım ki, bir hərəkəti etdin, fasilə versən, yeni edirsən, fasilə versən, yeni edirsən. Bunlar hamısı təkrar metodudur, təkrara aiddir. Və təzahür amilləri. Baxaq, hərəkətin təhlil etmə və dərk etmə qabiliyyəti. Əgər siz dərk etmə qabiliyyəti gördünüzsə, avtomatik bu çeviklikdir. Analizatorlar sözü varsa, çeviklikdir. Hər iki analizatorların fəaliyyət səviyyəsi. Analizatorlar varsa, çeviklikdir. Sonra, icra edilən hərəkətlərin mürəkkəbliyi dərəcəsi. Şagirdlərin cəsarət və qətiyyəti. Şagirdlərin cəsarət qətiyyəti varsa, bu avtomatik çeviklikdir. İdmançının ümumi fiziki hazırlıq səviyyəsi və təcrübəsi çeviklikdir. Və digər hər iki qabiliyyətdən sıx əlaqəsi var dedik ki, sürətlə, sürət güclə və ərgənliklə sıx əlaqəsi var. Əgər bunların sıx əlaqəsi varsa, deməli bu nədir? Çeviklikdir. Deməli, təhlil etmə qabiliyyətidir, analizator sözü vardır, koordinasiya çətinliyi varsa, şagirdin cəsarət qətiyyəti varsa, bunlar hamısı aiddir nəyə? Çeviklik qabiliyyətinə. Və çeviklik qabiliyyətin 3 komponenti var. Hərəkətin koordinasiya çətinliyi, hərəkətin icra dəqiqliyi, hərəkətin icrasına sərf olunan vaxt. 3 komponent var çevikliyin. Və hərəkətin koordinasiya çətinliyi deyəndə bədənin nəzarətin sabitliyin qorunmasıdır. Hərəkətin icra dəqiqliyi deyəndə hərəkətin düzgün və qaydalı çərçivəsində yerinə yetirilməsidir. Və hərəkətin icrasına sərf olunan vaxt hərəkətin effektiv zaman çərçivəsinin tamamlanmasıdır. Və koordinasiya və müvazinətə keçək. Əgər siz koordinasiya, müvazinət gördünüzsə, avtomatik bunu siz götürürsünüz, deməli, çeviklik qabiliyyəti. Müvazinət. Müvazinət iki yerə bölünür. Statik və dinamik olur. Qaranquş duruşu. Bu qaranquş duruşudur. Bu nədir? Statik müvazinətdir. Statikdir. Və dinamik müvazinət deyək, maneələri dəf edir. Maneələr dəf edilməsi bu dinamik müvazinətdir. Hərəkətdə olan zamanı koordinasiyası dəyişirsə, müvazinətin dəyişirsə, bu dinamika aiddir. Dinamik. Və dəqiq icrasının inkişaf etdirilməsi üçün deməli, burada lazımdır fiziki hazırlıq, dəqiqliyin xüsusiyyətli, hədəfə təyin etmək, hədəf təyin etmədir və emosional vəziyyətdir. Və fiziki hazırlıq insanın fərdi fiziki hazırlıq səviyyəsidir. Hədəfə dəqiq müəyyənləşdirməyə bacarığıdır və emosionallıq deyəndə məqsədə çatmaq üçün inam, cəsarətdir, qətiyyətdir, bu psixoloji amillərdir. Dəqiq icranın komponentləri olur 3 cür. Hədəfə dəqiqliyi, ölçmə dəqiqliyi, şəraitə görə fərqləndirmə. Və ölçmə dəqiqliyi deyəndə
İnsan hiss etmə və institusiya əsaslanır. İnstitusiya əsaslanır. Və hədəfə görməkdir ki, bu hədəfə mən ata biləcəm. Amma hədəfə dəqiq vurmaq, basketbol topun tutalım ki, səbətə dəqiq atmaqdır. Şəraitə görə fərqləndirmə nədir? Əsasən səmt və məsafə fərqi əsas götürülür burada. Səmt və məsafə fərqi. Və çeviklik qabiliyyətdə iki yerə bölünür. Ümumi və xüsusi. Ümumi çeviklik nədir? Ümumi çeviklik insanın müxtəlif hərəkət fəaliyyətin idarə olunmasıdır, tənzimlənməsidir burada. Amma xüsusi çeviklik nədir? Hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsidir. Tənzimlənməsi. Bu da ümumi çeviklikdə və xüsusi çeviklikdə imtahanda bu sual olub. Bunları siz bilməlisiniz ki, cavablandıra biləsiniz. Və hansı hərəkətlərlə biz çeviklik qabiliyyəti inkişaf etdirə bilərik? Topla yer dəyişmələr estafet oyunlarıdır. İstiqaməti dəyişməklə qaçışlardır. Sürətli və istiqamət dəyişməklə süni və təbii maneələri keçməklə qaçışdır. Topla və topsuz məkik qaçışlardır. Müxtəlif çəkili topların hədəfə atılmasıdır. Hərəkət, reaksiya və sürət üçün hərəkətlərdir. Nişanlanmış sahələrdə istiqamət dəyişməklə sirayişli və qaçışlardır. Topla icra olunan müxtəlif hərəkətlərdir. Akrobatik hərəkətlərdir, məkik qaçışlardır, gimnastik hərəkətlərdir. Bunlar hamısı bizə idman oyunlarıdır, inkişaf etdirir çeviklik qabiliyyətini. Bunlar hamısı çeviklik qabiliyyətinə aid olan hərəkətlərdir. Tutalım ki, gimnastika trində müvazinəti saxlayır şagird. Və yaxud da topu bir-birinə atır, ötürür, dəqiqlik var, dəqiq adam var. Və yaxud da başın üzərində top aparır, dəqiqlikdir. Maneələri dəf edir, konusların arasından dəf edir, qaçır. Nədir? Dəqiq. Burada hamısı koordinasiyadır, müvazinətdir. Onda bunlar hamısı çeviklik qabiliyyətinə aiddir. Növbəti axırıncı bizim hərəkət qabiliyyətimiz dözümlük qabiliyyətdir. Dözümlük qabiliyyəti nədir? Uzun müddətli hərəkəti yerinə yetirilməsidir, uzun müddətli. Və yorulmaya qarşı dayanmaq bir qabiliyyətdir. Və dözümlülük qabiliyyətinin hansı funksional sistemi ilə sıx əlaqəsi var? Ürək-damar sistemi ilə, tənəffüs sistemi ilə və dairə hərəkət aparatı ilə sıx əlaqəsi var. Və dözümlülük qabiliyyətini 11 yaşdan yuxarı inkişaf etdirə bilərik. Sıx əlaqəsi var ergənlik və sürətgüz qabiliyyəti ilə. Funksional sistemin dediyimiz kimi dairə hərəkət aparatıdır, ürək-damar sistemi və tənəffüs sistemi ilə sıx əlaqəsi mövcuddur. Baxın. Və hansı metodların inkişaf etdirmək olar? Rəvan, dəyişkən, təkrar, interval metodlar. Rəvan metod nədir? Hansı bir məsafəni uzun müddətli, sabit tempi nə azaldırsan, nə çoxaldırsan, qaçırsan. Dəyişkən adından bəllidir ki, sürəti azalıb çoxalmasıdır. Təkrar metodu çox saylı yerinə yetirilməsi. Interval metodda nümunə kimi deyək, məhz 60 metrdən qaçır, fasilə verir, sonra yenə qaçır. Fasilə verir, yenə qaçır. Bir diapazonda təkrarlanan hərəkətlərdir. Bu aiddir interval metoduna. Və göstəricilərinə görə dözümlük qabiliyyəti iki yerə bölünür. Xarici və daxili. Daxili deyəndə yadda saxlayın ki, bizim funksional sistemlərimiz ola bilər ürək-damar sistemi, sonra mərkəzi sinir sistemi ola bilər, nəfəs alma ritmi ola bilər, dərin rəngin dəyişməsidir, hissiyyətin dəyişməsidir. Bu daxilidir. Amma xarici isə xarici aiddir. Hərəkətlərin yerinə yetirilməsidir. Təyin edilmiş məsafənin minimal vaxt ərzində qət edilməsidir. Uzun müddətli hərəkəti yerinə yetirilməsidir. 800 metrə qaçışdır, 1000 metrə qaçışdır. Bunlar hamısı xaricidir. Görünənlər xarici aiddir. Xarici. Və dözümlük qabiliyyətin təzahür amillərinə baxaq. Bunun təzahür amilləri hansıdır? Orqanizmin aerob imkanları və idmançının yaşı. İdmançının yaşı. Aerob sözü varsa, avtomatik siz bunu götürürsünüz dözümlük qabiliyyəti. Bərpa proseslərinin sürəti aiddir avtomatik dözümlük qabiliyyətinə. İdmançının güc və sürət imkanları aiddir
yalnız dözümlükdə. Bunu sürət güclə çaşdırmayın. Gücü gördünüz və sürət gördünüz, bunu çaşdırmayın. Avtomatik bu dözümlüyü götürün. Çünki yalnız dözümlükdədir. İdmansın güc və sürət imkanları. Yorulma zamanı fizioloji funksiyasının dayanıqlı. Əgər yorulma sözü varsa, aiddir dözümlüyə. Səmərəli amilləri. Səmərəli amillər deyəndə anaerob mübadilənin həddi oksigensizdən oksigenlə keçir. Həddidir. Səmərəli amillər. Texniki ustalıq yalnız aiddir dözümlülük qabiliyyətinə. Texniki ustalıq. Enerji ehtiyatın və oksigen sərfinin həcmi. Oksigen sözü, sonra aerob sözü, güc və sürət bir yerdə varsa, yorulma sözü varsa, anaerob mübadilə həddi varsa, texniki ustalıq varsa, hamısı dözümlülük qabiliyyətinin təzahürü amilləridir bunlar. Və dözümlülük qabiliyyətinin iki komponenti var. Ümumi dözümlülük və sürət dözümlülüyü. Ümumi dözümlülük və sürət dözümlülüyü. Və iki yerə bölünür. Növü ümumi var və xüsusi var. Ümumi dözümlülük aerob deməkdir, oksigenli. Xüsusi dözümlülük isə anaerob. Anaerob oksigensiz. Ümumi dözümlülük aerob oksigenli silsilə idman növləri aiddir. Silsilə idman növləri hansılar ki, bir dövrdə yerinə yetirilən hərəkətlərdir. Və onlar hansıdır? Üzgüçlükdür, velosiped sürməkdir, avar çəkməkdir, qaçışdır, idman yerişidir. Bunlar hamısı ümumi dözümlükdür. Və burada da əsasən tənəffüs sistemi vacibdir ümumi dözümlükdə. Çünki uzun müddətli hərəkətlərin yerinə yetirilməsidir. Uzun müddətli dözümlülük qabiliyyətidir. Və xüsusi dözümlülük. Baxaq xüsusi dözümlüyə. Xüsusi dözümlülük anaerob oksigensiz şəraitdə yerinə yetirilir və hər hansı hərəkət fəaliyyətin xüsusiyyətinə müvafiq təsarruf etdirilən dözümlülük növüdür. Amma ümumi dözümlülük isə aşağı intensivlikdə yerinə yetirilən hərəkətlərdir. Aşağı intensivlikdə. Və xüsusi dözümlülük də bölünür belə bir növlərə, sürət dözümlülüyünə. Sürət dözümlülüyü nədir? Yorulmadan uzun məsafənin sürətlə saxlanılmasıdır. Sürət güc dözümlülüyü nədir? Yorulmadan qüvvə tələb edən hərəkətlərin sürətli icrasıdır. Qüvvə dözümlülüyü yorulmadan qüvvə tələb edən hərəkətlərin davamlı icrasıdır. Davamlı. Koordinasiya dözümlülüyü. Qüvvə dözümlülüyünə belə bir hərəkət deyə bilərəm. Turnitə sallanma, uzun müddətli turnitə sallanma qüvvə dözümlülüyüdür. Koordinasiya dözümlülüyü deyəndə çətin texniki hərəkətlərin dəfələrlə və sürətli təkrarlanmasıdır. Dinamik dözümlülük nədir? Ağır həzələ hərəkətlərinin nisbətən sakit tempdə, lakin uzun müddətli icrasıdır. Statik dözümlülük isə əzələ gərginliyin uzun müddətli saxlanılmasıdır. Və ümumiyyətlə biz dözümlülük qabiliyyətinin hansı hərəkətlərini inkişaf etdirə bilərik? Orta uzaq məsafədə qaçışlardır, çox mərhələli estafetlərdir, idman oyunları. Baxın, idman oyunları həm də çevikliyi inkişaf etdirir. Amma uzun müddətli sən hərəkəti yerinə yetirirsənsə, oynayırsansa dözümlülüyü də inkişaf etdirir. Üzgüçlüyüdür, süni və təbii maneələr dəf edilməsi ilə qaçışlardır. Bunlar hamısı aiddir dözümlülük qabiliyyətə. Və bu da bizə cədvəldir. Deməli, hər iki qabiliyyətin ümumi xəritəsidir. Sürət qabiliyyəti, sürət gücdə, ərgənlik, qüvvədir, çeviklik, dözümlülük qabiliyyəti və yaş dövrlərdir. Hansı hər iki qabiliyyətlərin sıx əlaqəsi vardır, göstərilib burada. Funksiyanal sistemin hansı ilə sıx əlaqəsi var və inkişaf metodlarının belə bir cədvəlimiz var. Söh. Bir dəqiqə.